Elə bir fikrimə çatır bu sarı yağ çəkən başıma nə cür? Heç də eləmə. Kimin? Bəli. Heç də eləmə. Heç də eləmə. Behtaş satma. Mənim rəhmətli bir böyük babam vardı. Allah rəhmət. Ağamın dədəsi idi. Aha. Gələrdi nənəm xan qızı idi da dayımın ağası. Aha. Evə gəlsən deyərdi xan qızı elə bir yağ ərdibsən, deyərdi əmbəli. Deyərdi mənim payımı saxlayıbsan, deyərdi bir mis qab alardı. Bir dənə içdi çökə, doğrardı onun içinə, qaşıqla onu yerdi, yorğan çəkərdi başım. Bəh. Mən istəyirəm bunu bir test edeyim o rəhmətli kişi kimin. Nə cürdür, yeyə bilirəm. Yersən. Heç də eləməyəm. Yox. Nənə mən içirəm amma nə? Heç də eləmə. Behtaşzat da yoxdur. Heç Tezlə bura heç də adamları eləmə. helikopterlə götürsün. Heç də eləmə, özüm döydürəm. Bismillah, bismillah. Allah. Bax. Nəzərlədilər logo üzəri atım. İnanırdınız içəm. Mən inanırdım. Hə? Mən inanırdım. Nə mənə deyirdiniz? Deyirəm evin çilməği belə sarı yağ içdin sən? Kişi oğlu ben niye içmedim? Ben gelmişim. Vallahi hərəkətdən belə yeysən. Da hərəkətdə tikə qulaqda. Burada da sarı 10 yağcı. dənə kökə yeyibsən, 1 kilo sarı yağ. Aha, vallahi belə yesən mən ölüm, mənim də özümə parketlərə qoy, mənim də bir bədənim gəlsin qabağa.